Salam, hər vaxtınız xeyirli olsun əziz izləyicilər. Demək biz keçən videoda Pythonun əsasları olan dəyişənlər, tiplər və print funksiyası haqqında danışdıq. Bu gün isə ədədlər üzərində əməllər və şərt operatorundan danışacağıq. İlk öncə ədədlər üzərində əməllərdən başlayaq. İki dənə operatordan bəhs edəcəm. Birinci hesab operatorları, ikincisi isə müqayisə operatorları. İki dənə dəyişən verirəm. Demək birinci hesab operatorlarından cəmdir. Print A plus B. İkinci fərq olsun. Üçüncü hasil print dördüncü nisbət. Beşinci natamam qismət. Altıncı qalıq. Yeddinci qüvvət. Demək bu cəmdir. Yanından yazın cəm. 10 plus 5, 15. İkinci fərqdir. Qeyd kimi götürərsiniz. 5 çıx 10 mənfi 5. Üçüncü hasil 5 vur 10, 50. Dördüncü nisbət 5 böl 10, 0.5. Natamam qismət, yəni natamam qismət, belə deyim də, tam hissə nədirsə o qalır. 5-i 10-a böləndə bizə tam hissə 0-dır da. Yəni burada demək natamam 0. Bura məsəl üçün 5 yox, bu olsun 20. Bu da olsun 6. 20-ni 6-ya böləndə 3 tam neçəsə eləyir? Bizə bu tam hissəni götürür. Yəni bu zaman burada çıxışda 3 olacaq. Bu da bizdə qalıqdır. Yəni 5-i 10-a böləndə qalıq neçə eləyir? 0-dır. Ona görə çıxışda 0 verəcək. Qalıq. Buradakı qüvvətdir. 5 üzərində 10. Bunu da yazmıram. 5 üzərində 10. Qalsın da bu qüvvət yazaq. Şimdi çalışdıraq. Demək 15, mənfi 5, 50, 0.5, 0, 5. Dəqiqə. Qalıq 5. Aha. 5-i 10-a böləndə qalıq 5 edir. 5 bölün qalıq 5. 0 nə idi? Qalıq 5. Bunları qeyd kimi götürəsiniz. Bu da oldu bizdə hesab operatorları. Tutaq ki, sual kimi bizə verib ki, daxil olunmuş 2 dənə ədədin cəmini və fərqini tapan proqramı Python dilində yazın. 2 dənə ədəd daxil edirəm. Təbii ki, belə yox. Biz demişik, daxil etmə ədəd deyirsə int inputdur. A bərabərdir. Buradan da B bərabərdir int input. 2 dənə natural ədədi istifadəçidən aldım. Bizə cəmin deyir. Buradan da bir dənə dəyişən götürən cəm bərabərdir A plus B. Buradan da fərq dəyişəni götürürəm. A minus B.
İndi bu fərq, yəni sizi çaşdırmasın. Fərqin yerinə nə bilim alma da ola bilər. Düşürəm aşağıda print, cəm və alma. Demək 10 ədəd 10 ilə 5-i 2 ədəd kimi daxil elədim. Cəmi elədi 15, fərq elədi 5. Bizə demişdi ki, vergülün default dəyəri boşluqdur. Birinci müqayisə operatoru bərabərlik şərtinin yoxlanmasıdır. Yəni bu 2 dənə bərabərlə qoyulur. Operatorun istifadəsi bu cür olur. Tutaq ki, verilmiş AB dəyişəni üçün sual verir ki, A bərabərsə B-yə. Mənası da nə deməkdir? Dediyim kimi A B-yə bərabərdir sualını verir. İkinci fərqlidir operatorudur. Yəni A B-yə bərabər deyilsə, bir növ belə deyək. Bu bildiyimiz nida və bərabərlik simvolu. Operatorun istifadəsi ilə bu cürdür. A fərqlidirsə B-dən. Mənası da dediyim kimi A B-dən fərqlidirmi? Üçüncü isə müqayisə operatorudur. Operatorun istifadəsi ilə bu cürdür. Mənası da A B-dən böyükdürmü? Digər müqayisə operatoru bu cürdür. Operatorun istifadəsi A kiçikdirmi B-dən? Mənası da bu cürdür. A B-dən kiçikdir. Digər böyük bərabər. Digər kiçik bərabər. Aha, bunlar da qeyd kimi götürərsiniz. İndi biz bunları şərt operatorunda istifadəsini öyrənirik. Yəni bunlar müqayisə operatorları ancaq şərt operatorunda istifadə olunur. Demək ki, biz Pythonda hər hansısa bir alqoritmi və ya kodu yazarkən müəyyən bir şərtdən asılı olaraq müxtəlif alqoritmlər icra edirik. Buna görə də şərt operatorlar yaranır ki, bunlar if, else və elifdir. Bunları sileyim. If əgər deməkdir. Mən sual şərtini qoymuram, sadəcə quruluşunu yazıram. If şərti qoyandan sonra qoşa nöqtəni qoyuram. Deyirəm, bu şərt ödənirsə, birinci alqoritm yerinə yetirsin. Birinci alqoritm. Deyirəm, else əgər ödəmirsə, əks halda yəni. İkinci alqoritm yerinə yetirsin. Bunun yazılış sxemi bu cürdür. İndi bunun yerinə bir sual qoyaq. Deyirəm ki, A bərabərdirsə B-yə. Bu zaman bunların cəmini çap edəsin. Print A plus B. Deyirəm, əks halda, yəni A B-yə bərabər deyilsə, bu zaman onların fərqini çap edəsin. İndi buradan da 2 dənə ədəd daxil eləyək. A bərabərdir 5, B bərabər olsun 10. Demək ki, burada gəlir soruşur ki, if A bərabərsə B-yə, 5 bərabərdirmi 10-a? Yox deyir, yəni əks halda gəlir düşür, print A minus B-ni çap edir. 5 çıxılsın 10 elədi -5. Bu da ümid edirəm aydın oldu. Ne digərlərini yoxlayaq. Burada məsəl üçün fərqlidir işarəsi. Bu zaman nə çıxaracaq? Soruşur ki, A fərqlidirmi B-dən? 5 ondan fərqlidir. Print bunu çıxarır. Daha ki, burada əks halda soruşmur da. Çünki bu şərt ödədi axı. Bu ödədiyi üçün daha bura baxmır. Bu else bu ödəmədiyi haldadır. Çalışdıram 15 çap edir. Bir dənə də sual verək ki, əgər A B-dən böyükdürsə, print çap eləsin ki, A B-dən böyükdür.
Əks halda isə çap eləsin ki, A B-dən böyük deyil. Yəni A B-dən kiçikdir. Proqram başlayır, A-nı 5 deyib, B-yə də 10 qiymət mənim çatmışam. Gəlir sual verir ki, if 5 böyükdür mü 10-dan? 5 böyük 10-dan deyil, yəni düşür else-yə, əks hala. Bu zamanda print A B-dən kiçikdir ifadəsi çap olunur. A B-dən kiçikdir. Amma biz bəzən hər hansı alqoritmi yerinə yetirərkən tək bunlarla kifayət eləmir də. Yəni biz elə bir hal qarşımıza çıxa bilər ki, birinci ifdə soruşuram ki, A B-dən böyükdürmü? Bu əməliyyatı icra eləsin. Sonra soruşuram ki, əks halda yeni bir sual verirəm. Yəni deyirəm ki, tamam da, yəni ödəmirsə, bir dənə soruşur, bəlkə bu ödəyəcək. Bu da ödəyirsə, bunu çap eləsin. Bu zaman burada mən yazıram else if. Else if qoşu nöqtəni atıram. Düşürəm aşağı. If şərtini təkrar burada verirəm. If şərtin təkrar burada verəcəm ki, A kiçikdirmi B-dən? Bu zaman bunu çap eləsin. Ümid edirəm aydın oldu. Yəni burada sual verir ki, 5 10-dan böyükdür. Bu şərt düşür bura else. Sonra təkrar bir dənə burada sual verir ki, yaxşı, bəs 10 5-dən böyükdür. Bu zaman print A B-dən kiçikdir çap eləsin. Bu cür hallarda tək else if yazmırlar da. Bunu qısaldıblar, eləyiblər elif. Olub belə. Yəni elif buradan gəlib. Nümunəyə baxaq. Verilmiş A ədədinin müsbət, mənfi və ya 0 olmasını təyin edən proqramı Python dilində yazın. Bir dənə A ədədi alıram. Int input. Müsbət olması üçün şərt mən nə qoyacam? If A böyükdürsə 0-dan. Qoşu nöqtəni qoyuram. Print çap edirəm ki, A B-dən böyükdür. A 0-dan böyükdür, yəni A müsbətdir. Düşürəm aşağı, else yazmayacam. Çünki mən else yazsam, indi A 0-dan böyükdür, okey, yəni bu ödəmir, düşür else-yə. Deyir, əks halda yazsın ki, print A mənfidir. A mənfi olmaya da bilər, axı A-nın qiyməti mən 0 daxil eləyərəm. Bu zaman mənim proqramım səhv olacaq. Ona görə deyirəm ki, else, əgər bu ödəmirsə, müsbət deyilsə, bir dənə də sual ver, bax gör 0-dırmı? Ona görə mən yazıram buradan elif. Deyirəm A bərabərdirsə 0-a, print çap eləsin ki, 0-dır. 0-dır. İndi mən əks halda else yazıb, print A mənfidir rahatlıqla deyə bilərəm. Niyə? Gözü deyəcəm. Çünki mən gəlirəm, A-nın qiymətini daxil eləmişəm, mənfi 9. Buradan sual verirəm ki, mənfi 9 böyükdür 0-dan. Yox deyir, gəlir burada təkrar sual verir, çünki elifdir bu, if var burada. Deyir, A 0-a bərabərdirmi? Yox deyir, else. Düşür bura, print mənfi də çap edir. Çünki bir ədəd, yəni müsbət də deyilsə, 0 da deyilsə, demək bu avtomatik mənfidir. Yəni ona görə mən else yazmışam. Və ya bunu mən dəyişib, deyə bilərəm ki, elif A 0-a bərabər yox, A kiçikdirsə 0-dan. Bu zaman çap eləsin mənfidir. Bunu da eləyirəm 0-dır. Yenə də eyni prinsipdir. A-nın qiymətini bu dəfə 0 daxil edirəm. Sual verirəm ki, A böyükdür 0-dan. 0 böyükdürmü 0-dan? Yox, düşür bura təkrar sual verir, çünki elifdir. A kiçikdirmi 0-dan? Yenə də else deyib düşür print 0-dır. Çünki bir ədəd müsbət də deyilsə, mənfi də deyilsə, demək bu 0-dır. Belə. Ümid edirəm aydın oldu. İndi biz bəzən kod yazarkən tək bir dənə şərt yox, yəni tək bir dənə ifdən yox, bir neçə şərt yoxlayıram, ona əsasən alqoritm icra edirəm. Bu zaman bizə bir neçə şərt yoxlamaq üçün AND operatorundan istifadə olunur. Yəni yazılış qaydası necədir? Bir dənə ədəd vereyim, A bərabərdir input, bir də bir dənə ədəd verim, B bərabərdir int input. Burada deyirəm ki, A bərabərdirsə 5-ə, AND
bir dənə boşluq atılır, and yazılır, bir dənə boşluq atılır. Digər ikinci sualı verirəm ki, yəni həm 5-ə, həm də A plus B-nin cəmi 0-dan böyükdürsə, bu zaman nə çap eləsin? Salam sözünü çap eləsin. Else halda, yəni əks halda print Allah səni qorusun çap eləsin. İndi bu else halı nə vaxt işləyir? Mən əgər yazmışam ki, burada and varsa, bu and solunda və sağında hansı şərtlər varsa, hər ikisi ödəməlidir. Biri ödəyib, biri ödəmədirsə, avtomatik elseyə düşür. Tutaq ki, mən A-nın qiymətini vermişəm 6. B-nin qiymətini vermişəm 7. Burada sual verir ki, A bərabərdir 5-ə, 6 bərabərdir 5-ə. Bu ödəmədirsə, avtomatik daim bunu yoxlamıram mən. Bu şərti yoxlamıram. Çünki elseyə düşür. Mütləq ki, əgər bu şərt ödəməsi üçün bu andin daxilindəki, yanındakı hansı suallar vermişəmsə, hamısı ödəməlidir. İndi mən burada A-nı 5 verirəm, B-ni də 7. A bərabərdir 5-ə. Aha, 5-ə bərabərdir. Gətirəm ikinci sualı yoxlayıram. A plus B, yəni 5 plus 7, 12 böyükdür 0-dan. Hə deyib düşür aşağı, salam sözünü çap eləyir. Daha düşüb elseyə baxmır. Yəni əsas yadda saxlama nə oldu? And varsa, andin sağında, solunda hansı şərt qoymuşamsa, bütün şərtlər hamısı ödəməlidir. Tək 2 dənə şərt yox, 3 dənə şərt qoya bilərəm. B kiçikdir, 0-dan yaza bilərəm. Bu zaman bu, yəni 3 dənə şərtin 3-ü də ödəməlidir ki, bu print salam sözü çap olunsun. Digəri isə bizdə or operatorudur və ya operatoru. Bu or daha asandır. Bura or yazıram. Or prinsipi nədir? Orada bizə onu deyir ki, A 5-ə bərabərdirsə və ya A plus B 0-dan böyükdürsə, yəni 2 dənə şərtdən biri ödəyirsə, salamı çıxartsın. Else şərti nə vaxt ödəməyəcək? Else şərti nə vaxt ödəyəcək? Həmin vaxt ödəyəcək ki, bunların heç biri şərt, yəni uyğun gəlmir, ödəmir. O zaman elseyə keçib print Allah səni qorusun sözünü çap eləyəcək. İndi burada A-ya 5 verirəm. Sual verir ki, A bərabərdir 5-ə. 5 5-ə bərabərdir. Yəni bir dənə bu ödəyən kimi avtomatik düşürəm aşağı print salam sözünü, yəni özüm yazıramsa salam sözünü çap eləyirəm, kompüter çap eləyirsə özü çap eləyəcək. Daha gedib bunu yoxlamağa ehtiyac yoxdur. Və ya hər ikisi də ödəyə bilər, yenə də print salam sözünü çap eləyəcək. Təkrar deyirəm ki, else şərti o vaxt ödəyəcək ki, bu 2 dənə şərtin heç biri ödəməsin. O zaman düşüb print sözünü çap eləyəcək. İndi hər iki operatora aid bir dənə nümunə verək. And və ora aid. Birincidə bizə deyir ki, daxil edilmiş A ədədinin B ədədindən böyük müsbət ədəd olub-olmadığını təyin edən proqramı Python dilində yazın. Bir dəqiqə, daxil edilmiş A ədədinin B ədədindən böyük müsbət ədəd olub-olmadığını. Həm yoxlayacağım ki, A 0-dan böyükdürmü, yəni müsbətdir və yanaşı bir sual verəcəm ki, A B-dən böyükdürmü. Onda bura bir dənə and yazıram. Birinci şərtdə onu yazacağam ki, A müsbət olduğunu necə yoxlayaram? A böyükdürsə 0-dan. İkinci şərtdə də bizə deyir ki, A-nın B-dən böyük olduğunu yoxla. Buradan yazacağam A böyükdürmü B-dən. Bu zaman, yəni böyük olub-olmadığını deyir də. Bəli. Əks halda da xeyr. İki dənə də daxil edirəm. 5, bir dənə də 6. Xeyr çap eləyir. Çünki 5 0-dan böyükdür. Okey. Biz demişik axı, əddə hər iki, yəni nə şərtlər qoymuşamsa, hamısı ödənməlidir. Amma A B-dən böyük deyil. 5 6-dan böyük olmadığına görə düşür elseyə, print xeyr sözünü çap eləyir.
İkinci nümunə ora aiddir. Deyir, məktəbdə yalnız buraxılış sinif 9 və 11-ci siniflər şagirdlərinin iştirak edəcəyi tədbir keçirilir. Şagirdin buraxılış sinifindən olduğunu müəyyən edən proqramı tərtib edin. Yəni, əgər şagird 9-da və ya 11-ci sinifdə oxuyursa, bu buraxılış sinifdir. Əks halda buraxılış sinif deyil, bunu çap eləməliyəm. İndi burada və ya sözü olduğunu görə də and yox da oraya yazacağam. Çünki bir şagird necə həm 9-da, həm 11-də oxuya bilər. Deyirəm ki, daxil elədiyim A bərabərdirsə 9-a və ya A bərabərdirsə 11-ə, bu zaman buraxılış sinifdir. Əks halda isə, tutaq ki, 8-də oxuyur, 5-də oxuyur. Buraxılış sinifi deyil. Yenə təkrar edirəm, orun prinsipi nə idi? Bu, verilmiş şərtlərdən ikisindən biri və ya ikisi də ödəyirsə, bu zaman if-in daxilindəki printi çap eləyəcək. Yəni, həm ikisi də ödəyə bilər, həm biri də ödəyə bilər. Yetər ki, biri ödənsin. Heç bir ödəməsə, else-ni çap eləyəcək. Düşünəm aşağı 9 daxil edirəm. Buraxılış sinifdir. 6 daxil edirəm. Buraxılış sinif deyil. İndi növbəti videoda bu videoda keçdiyim dərsə aid sualların izahını paylaşacağam. Yəni, bu məsləhətim odur ki, bu videonu baxdıqdan sonra keç eləyib tez o videoya baxın və qeydlərinizi aparın. Oldu, növbəti videolarda görüşənədək sağ olun.